Cavan uşağı deyil. Gəlirdi burada, otururdu, kulağı asırdı, namaz kılmırdı, gedirdi. Sonra bir nefer müminlerin biri ondan dost olmuştu, o başa düşmüştü. Demişti, o gelir burada mucizelere kulağı asır, gedir, başka yerde bir yeri var. Orada onun yeri temiz yerdi. Paltarların çıxardır, əynində çox az paltar qalır, ondan sonra namaz qılır orada. Mən soruşdum, nə üçün belə edir o? Dedi, çünki onun paltarların atası alıb ona, atasının da gəlirinin hamısı haramdır. O paltarla namaz qıla bilmir. Gəlir oturur mucizenin qulağısı, gedir orada paltarların çıxadır, ondan sonra Allah'a ibadət edir. Mən ondan görüşdüm. Ona dedim ki, eşitmişəm vəziyyəti. O açmadı, demədi. Dedim, mən belə bir şey eşitmişəm. Düz eşitmişəm. Dedi, düz eşitmişsən. Belədir. Mən dedim, yaxşı. Mən xahiş edirəm, sən razılıq ver. Mən şəxsi malımdan söz verirəm sənə. Nə xumsudan yox, nə zəkatdan yox, nə mal-imandan yox, nə sədəqələrdən yox, nə kəffarələrdən yox, nə nüzuratdan, nəzrilərdən yox. Mənim bir azdan çoxdan maaşım var, ondan da dolanıram. Çatdıra bilərəm ki, mən sənə bir dəst paltar alırım, öz şəxsi pulumdan. Xumsumu da vermişəm, malımı da zahirdə təmiz bilirəm indi, Allah kömək eləsin. Sən icazə ver, mən sənə papaqdan coraba kimi nə lazımdır bir dəst alım, sən ibadət elə ondan. Çox israr elədim, o imtina elədi. Dedi, mən gündə neçə saat işləyirəm burada. O pullarını yığmışam deyək. Bir həftədə işləsən, hesablamışam. Bir həftə, 2 həftədə işləsən, dedim, mən kifayət eləyəcək özümə paltar alacağım və mən o paltar ki, zəhmət çəkmişəm, qazanmışam, halaldan və paltar almışam, o paltarla Allaha səcdə edəcəyəm və mən o günü gözləyirəm. Mən nə qədər israr elədim, qəbul eləmədim. Dedi, yox, istəyirəm öz qazancımla, aldığın paltarla, halal paltarla mən ibadət edəyəm. Allah'ın rızayəti belə qazanmaq olur. Xums verəndə də, xums alanda da. Sənə bir əmir verir, orada da Allah'ın rızayətini qazana bilərsən. Başqasına əmir verirsən, orada da Allah'ın rızayətini qazana bilərsən. Allah'ın rızayəti bizim həyatımızın içərisində ələ gəlir.